2021-ci ilin yanvar ayının sonlarından Qarabağ torpaqlarının işğaldan azad olunması və Azərbaycana tabe olması müharibəsində milli orduya baş komandanlıq edən möhtərəm prezidentin Nobel sülh mükafatına təqdim olunması ideyası ilə ilk çıxış edən videobloger mən olmuşam. Dünyada aparıcı siyasətçilərə və video kanallara bu barədə müraciətlər ünvanlamışam. Eyni müraciəti bütün nazirliklərə, onlarla deputata, icra başçılarına da ünvanlamışdım. Mənə şəxsi telefon zəngləri də olub və rəsmi cavab məktubları da mütəmadi, ardı arası kəsilmədən gələrdi. Elə o vaxtlar Nobel sülh mükafatına təqdim olunma təklifim bir çox deputatlar və Ramiz Mehdiyevçilər tərəfindən bir mənalı qarşılanmadı. Ramiz Mehdiyev və meyilli nazirlər tərəfindən mənfi qarşılanırdı. Ən böyük dəstək isə Xarici İşlər Nazirliyindən gələrdi. Elə o vaxtdan aydın idi ki, Rus meyilli qüvvələr möhtərəm prezidentə dəstək nümayiş etdirmirlər. Qarabağ müharibəsinin həll olunması onların sonlarını gətirdi də. Daxildə sabitliyin yaranması hesabına ordu yenidən quruldu, silahlandı və qalib gəldi. Bu xalq qələbəyə layiq idi. Lakin qalib xalq bugünkü həyat tərzinə layiq deyil. Hələ də həm özünü, həm də Rusu düşünən 205 sifətli məmurlarımız var. Söz yox, qınlarını içəriyə də dürtüblər. Dövlətçiliyə dəstək nümayiş etdirmək yerinə talançılıqla məşğuldurlar. Xarici düşmən amilindən təmizlənsək də hələ də içimizdə armudu içindən yeyənlər tapılır. Sapı özümüzdən olan baltalar var. Çaqqal var, baş kəsir. Qurdun adı Beddamdır. Deyək ki, prezident xarici düşmənə qalib gəlməklə öz işini yerinə yetirdi. Bəs bu qurdlar və çaqqallar yığdıqlarını, corlarını apara bilməyənlər, Avropadan ibrət götürməyib, Amerikanı bəyənməyənlər, üzdə mələk, altda kələklər, yemə milçək olanlar, ağızları ödlərindən gələnlər, iynəyə düyün vurulanlar, baltaya sap olmayanlar hələ də çoxdur. Yuxarını saqqal bilib tüpürənlər, küləyin əsdiyi istiqamətə laqqa ilə tüpürüb üzlərini yuyanlar, bir başlı 5 sifətlilər, başları qarınlarından yekə olanlar, kürk olub, ömrü boyu kresloda lax yumurtu üzərində oturanlar, ağıl motorları Zaporojyeçin motorunun olduğu yerdə olanlar, qarınqullar, qarınlarını bəyənməyənlər, şişənlər necə olsun? Fransız Afrika zəncilərinə mədəniyyət öyrədib, İngilis Hindulara əxlaq dərsi verib, azadlığa çıxartdı. Bu üstünlüklər anadan gəlmə xalqımızda ki var. Şaumyanlar erməni olub, Tağıyevlər ki erməni olmayıblar. Şaumyanlar ki erməni idilər. Məşədi Əzbəyov ki erməni deyildi. Kim xalqına Şaumyan gözü ilə baxırsa erməni deyil, bəs nədir? Allahı inkar etməklə Allahlıq iddiası eləmək Allah olmaqla başa gəlmir ki. Bəlkə dayanaq, Allaha yadımıza salaq.